Suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini təmin edən başlıca prinsiplərdəndir. Hər iki amil təkcə dövlətin hüquqi, iqtisadi siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Ölkəmizdə 2025-ci ilin konstitusiya və suverenlik ilə elan edilməsi bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə hesablanmış strateji mahiyyətini müəyyən etmək üçün yeni vəzifə və öhdəlikləri tələb kimi qarşıya qoyur. Ümumilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk milli konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün mühüm qanunvericilik bazası rolunu oynayır. Dövlətlərin qanuni mövcudiyyətini təsdiq edən əsas sənədlərdən biri də konstitusiyadır. O, xalqın suveren iradəsini, hüquqi dövləti və demokratik prinsipləri təmin edən əsas sütun kimi çıxış edir. Qlobal təcrübə göstərir ki, konstitusiyanın zamanın çağırışlarına uyğun təkmilləşdirilməsi, dövlətçiliyin möhkəmlənməsi və suverenliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alan dövlət başçımız İlham Əliyev 2025-ci ili ölkəmizdə konstitusiya və suverenliyi ilə elan edib. Bu sənəd zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda 1995-ci ildə milli konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayacaq. Sərəncamda da qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, mərhumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideyalarına həmişə sadiq qalıb və 20-ci əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. Sonrakı illərdə konstitusiyaya edilən əlavə və dəyişikliklər müasir çağırışları və yenilikləri özündə əks etdirməkdədir. 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı ildə ümumxalq səsverməsi, referendumdan konstitusiyaya əlavə və dəyişikliklər həyata keçirildi. Bu əlavə və dəyişikliklər qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişləndirilməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətində müstəsna əhəmiyyət kəsb etdi. Bununla da hüquqların müdafiəsini həyata keçirən orqanlara nəzarət edən bir sıra qurumlarda fəaliyyət tam təmin olundu. Müstəqil yaşamaq hüququnu əldə etmiş hər bir dövlətin konstitusiyası yalnız onun hüquqi bazasını deyil, eyni zamanda xalqın milli prioritetlərini müəyyənləşdirir, dövlət idarə etməsinin çevik və işləç mexanizmlərini formalaşdırmaq üçün fundamental baza rolunu oynayır. Azərbaycan Respublikasının konstitusiyası da eyni funksiyaları həyata keçirir, habelə hökumətin fəaliyyətini nizamlayır, milli şuurun inkişafı istiqamətində siyasi hüquqi əsasları müəyyənləşdirir. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli konstitusiyası çağdaş dövrümüzün ən mühüm hadisələrindən biri olmaqla yanaşı, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası, Azərbaycan dövləti eyni zamanda Azərbaycan xalqı qarşısında ən mühüm xidmətlərindən biri hesab olunur. Ulu Öndər Heydər Əliyev deyirdi ki, konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasında çox mühüm bir vasitədir. Buna görə də konstitusiyamız qəbul olunarkən 1948-ci il 10 dekabr BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsipləri eyni zamanda qoşulduğumuz digər beynəlxalq müqavilələrə uyğun əsas insan və vətəndaş hüquq və azadlıqlarına dair normalar konstitusiyamızda təsbit olunmuşdur. Konstitusiyamızın böyük bir hissəsi demək olar ki, 1/3 hissəsi, 3-cü fəsli insan hüquq və azadlıqlarına həsr olunmuşdur. 12-ci maddədə deyilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Və qeyd olunduğu kimi, konstitusiyada təsbit olunduğu kimi dövlətimizin əsas məqsədi, əsas məramı insan hüquq və azadlıqlarının təmin edilməsi bu istiqamətdə mühüm fəaliyyətlərin həyata keçirilməsindən ibarətdir.
Konstitusiyamızda insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquqlarının qorunmasına həsr edilib. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının həyata keçirilməsində beynəlxalq müddəalar, beynəlxalq maddələr də nəzərə alınır. Və Konstitusiyamızın 148-ci maddəsi, 151-ci maddəsi də beynəlxalq müqavilələrin nəzərə alınması prinsiplərini özündə əks etdirir. Konstitusiyanın insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı prinsipləri yəni prinsipləri insan hüquq və azadlıqlarının həyata keçirilməsinin mahiyyətini daha aydın şəkildə izah edir. Belə ki, 24-cü maddədə qeyd olunur ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan pozulmaz, ayrılmaz və toxunulmaz hüquqları vardır. Hüquqlardan sui-istifadəyə isə yol verilmir. Dövlət bu hüquqların təminatçısıdır. Bəs bu hüquq və prinsiplər nələrdir? Həm beynəlxalq, həm də Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarının prinsipləri insan və vətəndaş hüquq və azadlıqlarının mahiyyətinin daha dərindən açılmasını, izah edilməsini mümkün edir. Bu prinsiplər içərisində ən fundamental və başlıca prinsip təbiilik prinsipidir. Belə ki, bu prinsipə uyğun olaraq insanlara verilən hüquqlar onlara doğularkən yaranır. İkinci prinsiplərdən biri isə ayrılmazlıq prinsipidir. Bu prinsipə uyğun olaraq insanlar doğularkən, mövcud olarkən verilən hüquqlardır və heç kəs tərəfindən alına bilməz. Çünki həmin hüquqlar heç kəs tərəfindən verilmir. Toxunulmazlıq və pozulmazlıq prinsipi də əsas prinsiplər sırasındadır. Belə ki, insanlar onların hüquq və azadlıqlarını məhdudlaşdıran, onların azadlıqlarına və yaxud da həyatlarına qəsd edən hər hansısa bir hüquq pozuntusuna rast gələ bilməzlər. Bu prinsiplər içərisində mahiyyətinə görə ən dərin prinsiplərdən biri isə təminatlılıq prinsipidir ki, bu prinsipi də dövlət təmin eləyir. Yəni, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini, qorunmasını dövlət həyata keçirir və bununla bağlı müəyyən tədbirlər görür. Həmin tədbirlər isə həm insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini təmin edir, həm də insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması üçün müəyyən işlər görür. Bu prinsipə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində göstərilir ki, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını özlərinin borcu hesab etməli, bununla bağlı tədbirlər görməlidirlər. Azərbaycan atdığı addımlarda, apardığı uğurlu siyasətdə hər zaman beynəlxalq hüquqa və ədalətə, konstitusiya, bir sözlə ali hüquq və qanuna əsaslanan idarəetməsi ilə bütün dünya nümunə təqdim edir. Konstitusiya və suverenlik ili ilə bağlı sərəncam xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyanın bütün trendləri ilə uyğunlaşan Azərbaycan inkişaf dinamikasına görə seçilir. Suveren, bütöv Azərbaycanı yeni dövrdə yeni inkişaf mərhələsi gözləyir.